Her vaxtınız xeyir olsun dostlarımız. Belə G şəklində olan paduqamız var. Bu ligerin kənarlarına vurulması üçün olandır. Hansı ölçüdə səslər düzəltmək mümkündür? Ligerin sağını və solunu ideal düzəltməyə ehtiyac yoxdur. Bu qaydada qəşəngcə sizə G şəklində olan paduqanı verirəm. Hətta alçıpanın ön hissəsinə də vurmaq mümkündür. Bura vurursunuz və gizli işıq da qoymaq mümkündür. Bəli, belə bir lepkaları Teymur lepkadan əldə etmək mümkündür. Hətta bizim işimiz tamamlanmır, davamı gedir. Belə gizli işıqlı paduqalarımız da var, müxtəlif cür rüsumkada. Bəli, gördüyünüz kimi baxın, içərisinə işıq qoyulur dostlarımız. Çox ideal bir işlər bizdədir. Siz buyurun, durmadan gəlin. Hansı model istəsəz sizin üçün belə bir lefkaları Teymur lefka sizin qarşınıza çıxardır. Bəli, hansı ölçüdə istəsəz G şəklində olan paduqaların müxtəlif cür modellərini sizin qarşınıza çıxardırıq. Buyurun, durmadan gəlin ki, biz də həvəslə sizin yolunuzda çalışaq. Bəli, yolunuzu gözləyirəm dostlarımız, həqiqətən sizə arxayınıq, siz gəlirsiniz, bizə belə istədiyinizi təqdim edirsiniz, deyirsiniz ki, belə bir model istəyirəm. Sizin qarşınıza da mən belə bir modelləri çıxardıram dostlarımız. Durmadan gəlin, sizin istədiyinizi, arzunuzu yerinə yetirək. Sağ olun, minnətdaram hər birinizə, sağ olasın.